Mənim fikrimcə e, burada əsas məqsəd ondan ibarətdir ki, bunlar törətdiyi cinayətləri bir boyunlarına alsınlar. Mən onların bu azadlıqda olmasının bir dənə səbəbi olar, o da o səbəb ola bilər. Başqa bir səbəb mən orada görə bilmirəm. Onun oğlu hər halda mən fikirləşmirəm ki, o nəsə belə bir atası kimi savadlı adamdır. Yəni adasının dediğiniz akademikdir, ona görə deyirəm. Fikirləşirəm ki, onun oğlu da bir siz deyən qədər savadlı adam olmaya gərək. Bilmem, hər halda onu orada saxlamağın nəsə bir səbəbi var, amma bilmirəm. Onu, yəni, əslində o orada saxlanılmayacaq. O oradan azad olunacaq. Buna söhbət ola bilməz. Ondan başqa hələ ola da bilər ki, onu həbs eləsinlər. Çox ehtimal ki, həbs eləyəcəklər. Niyə sizcə o da bu prosesin içərisində ola bilərmi oğul Mehdiyevdə? Yox, olmağı lazım deyil. Onun atası ki, bu səviyyədə cinayət törədib, onun nə ailəsini bağışlayanlar, nə də çox yaxın qohumları. Olmaz o cür, olmaz sən gələsən, sən qoyalar akademiya, prezident, ondan sonra gələsən dövlət çevriliş eləmək istəyəsən. Ondan sonra gedəsən Rusiyaya ki, mən sizin adamınızam. Gəlin kömək edeyim, mən olum burada padşah. Olmaz belə şey. Ona görə onu mən fikirləşmirəm ki, kimsə bağışlayacaq.